Bəzən insanlar deyir ki, keçmişə qayıtmaq istəyirəm. Niyə keçmişə qayıtmaq istəyirik? Etdiyimiz səhvləri düzəltmək üçün, yoxsa keçmişi yenidən yaşamaq üçün? Gəlin şəhər sakinlərinin fikirlərini birlikdə öyrənək. Bana elə gəlir ki, indiki zaman demokratiya daha əl verir. Çem o zaman ki, qayıtmaq lazım deyil. Daha da irəli getmək lazımdır. Keçmişə qayıtsaydınız nəyi dəyişmək istəyərdiniz? Heç nəyi. Bəs siz? Mən də heç nə. Çünki yaşanan hər bir şey həyatda təcrübədir. Məncə keçmişdə olunanlar gələcəyimizə bir göstərişdir. Keçmişə qayıtsaydınız nəyi dəyişmək istəyərdiniz? Keçmişə qayıtsaydım, əslində çox şey dəyişmək kimi fikrim yox idi. Ancaq ki, qayıtsaydım, dostluqları düzgün keçərdim. Hər şeydən razısınız? Elədiyim səhvləri, nə bilim, itirdiyim vaxtımı. Lalə. Lalə. Laləni dəyişmək istəyərdiniz? Laləni dəyişmək istəyirəm. Gözəl Lalə, nağılda olduğu kimi. Dəyişmək istəməzdik. Elədiyi səhvi düzəltmək istəyirəm. Yox. Nə səhv eləmişdi? Onu bilirəm, səhv günah məndə olub da. Başqa qızlarla danışırıq. Onda sənə yaxşı eləyib elə. Sizin də dəyişmək istədiyiniz şey var. İdmançıyam özüm. Avropada uzmuşam. Əlimdən gəlsəydi qayıdıb nə elədiyim səhvi düzəldib udardım. Onun nə dəyişək? Saçlarımızı qayıt. Yok. Kafamda saç yok. Ne olmuş? Oxumamışam, çalışarım oxuyub. Bu belə. Heç dəyişmək istədiyiniz bir şey baş verməyib həyatınızda? Yok. Her şey yaxşı deyil. Həyatınızda heç pis bir şey olmayıb ki, onu qayıdıb. Şey olsun ki, həyatım hamısını dolu yaşayıram. Ürəyim istəyən kimi yaşayıram. Dəf kimidir. Mənə də şükür. Mənə də şükür, mənə də şükür. Keçmişdə çox gözəl yaşamışam. Bu gün pis yaşayıram. Pis bir şey olmayıb ki, onu dəyişmək istəyəsiniz. Yox, heç bir şey olmayıb, elə bir şey. Hər şey yaxşıdır, çox şükür. Nəyi dəyişmək istəyərdiniz? Dəyişmək dinozavr olacaq sağ qalardı.